Gənclərimizdə, uşaqlarda və gənclərdə mənəvi, fiziki inkişaf. Bunların əsas mahiyyəti, təməli başlayır əxlaqi dəyərlərdən. Uşaqlarda əxlaq normaları ailə, məktəb və cəmiyyət tərəfindən davamlı həmahəng olmalıdır. Yəni evdəki olan əxlaq dəyərləri cəmiyyətdə möhkəmlənməlidir, məktəbdə isə tərbiyələnməlidir. Çünki məktəb tərbiyə, təlim-tərbiyə ocağıdır. Əxlaq normaları isə ailədən başlayır. Ailə isə sosial dəyərlərə üstünlük verməlidir. Çünki əxlaqi dəyərlər bu üç prinsip arasında ailədə əmələ gəlir, cəmiyyətdə formalaşır, möhkəmlənir. Ailədə olan əxlaqi dəyərlər cəmiyyətdə də uşaq onu görür, cəmiyyətdə də uşaq onu yaşayır, təsdiqini tapır. Məktəbdə isə tərbiyələnir. Uşaq həmin o əxlaq normalarına əməl etmə, itaət etmə, tabe olma, qoruma və yaşatma hisslərini məktəbdə mədəniləşdirilir. Məktəbdə tərbiyələndirilməlidir. Bu üç prinsip isə bizdə tamamilə pozulub. Nəyə pozulub? Birincisi, yeniyetmə və gənclərdə, uşaqlarda əxlaq normaları bütün qısa bir müddətdə olmalı deyil. Yəni bu yaş dövrünə görə, oğlan qıza görə və yaxud 1 il, 2 il tərbiyələndirdik deyil. Bütün ömrü boyu sistemli olmalıdır. Uşaq 2 yaşında, 3 yaşında, 5 yaşında nəyin əxlaq norması olduğunu bu ömrü boyu yaşayıb öz övladına verməlidir. Yəni bunu uşağın o hansı əxlaq normaları ki tərbiyə olunur, uşaq onu bütün ömrü boyu həqiqət hesab etməlidir, doğru hesab etməlidir və bunu tərbiyə modelinə çevirməlidir ki, bu doğrudur, bu əxlaqdır, bu davranış, düşüncə, rəftar, hərəkət, təhsil, bu əxlaq budur və uşaq böyüdükcə bütün həyatı boyu onu yaşayıb və özündən sonraki nəslə onu nümunə kimi, miras kimi verməlidir. Mənəvi dəyər budur, əxlaq norması budur və həmin onun pozulmasında isə ən birinci səbəblərdən biri uşaqlarda, yeniyetmə və gənclərdə itaət və cəza prinsipinin pozulmasıdır. Uşaqlar cəzadan yayınması üçün qaydalara tabe olmalıdır. Qaydalara əməl etməlidir ki, mən qaydalara əməl etməliyəm ki, cəzadan yayınım. Amma bugün uşaqlarımız isə cəzadan yayınmaq üçün qaydalara tabe etmir, amma yalan danışır, uydurmalar gətirir, yalan danışır. Özünü qoruma mexanizmini yalnız yalanda, özünə bəraət qazanmaqda, haqq qazandırmaqdadır. Bu, əxlaq normasına çevrilir bugün bizim cəmiyyətimizdə, ailədə də, cəmiyyətdə də, məktəbdə də, sosial mühitdə də. Artıq uşaqlarda, yeniyetmə və gənclərdə yayınmaq, əxlaqdan, tərbiyədən, təhsildən, mənəviyyatdan yayınmaq və bu gətirir dolayısı yolla insanın mənsub olduğu məsuliyyətdən yayınmağa, bütün anlamda məsuliyyət, bütün hər anlamda xidmətdən tutmuş, ailədə qardaş-bacı münasibətindən tutmuş, geyim formasına, saç düzümündən tutmuş, bütün normallarda məsuliyyətdən yayınma prinsipini pozur, onu əmələ gətirir. Çünki cəzadan itaət və cəza mənəvi dəyərin, əxlaqın birinci mərhələsidir. İtaət övlada, valideynə, təbiətə, cəmiyyətə, məktəbə, təhsilə itaət etmək, sağlamlığa, gigiyenaya itaət etmək. Biz itaət deyən kimi dərhal teoloji anlamı nəzərdə tutmamalıyıq. Dini baxımından və yaxud vəzifə baxımından tabe olmağı, itaət etməyi biz onu nəzərdə tutmamalıyıq. İnsan gigiyenik qaydalara itaət etməlidir. Bax, itaət və cəza qaydalara tabe olaraq insan cəzadan yayınmalı olduğu halda insanlar bayaq saydığım kimi yalan danışmaq, uydurmalar, özünə bəraət qazandırmalar və dolayısı yolla bütün məsuliyyətsizlik hissi əmələ gətirir. Mənəvi dəyərlərin, əxlaq normalarının, fiziki sağlamlığın, mənəvi sağlamlığın birinci mərhələsi buradan pozulur. Və ikinci mərhələ qəbul olunma. İnsan, övlad, uşaq, böyük, kiçik, bütün insanlar nəyin norma olduğunu, nəyin cəmiyyət qaydalarına zidd olduğunu və zidd olmadığını qəbul etməlidir. İnsan mübarizə, sonra müharibə aparmalı deyil ki, mən razı deyiləm. İnsan bir çox şeylərlə sən razı olsan da, olmasan da. Çünki müəyyən yaş dövründə insanların əqli fəaliyyəti, təfəkkürü təkmil deyil. Onlar nə ilənsə razılaşmaya bilər. Bəzən insanlar fikir verirsinizmi? Böyük bir alimlərin, mütəfəkkirlərin, dünya səviyyəli bir siyasətçilərin hətta fikirləri
fikirləri ilə də razılaşmırlar. Bu o demək deyil ki, onlar haqlıdır. Bu o deməkdir ki, o razılaşmayan insanın hələlik təcrübəsi, əqli imkanları o səviyyədə deyil. Amma sadəcə olaraq bu razılaşmır. Bax, ikinci mərhələ başlamalıdır, qəbul olunma. İnsan qəbul etməlidir ki, bəli, cəmiyyətin ictimai normaları var. Mən bunu qəbul etməliyəm. Mən özbaşınalıq edə bilmərəm, dırnaqarası. İkincisi isə səlahiyyət və sosial nizam qaydaları olmalıdır. Səlahiyyət, mənim səlahiyyətim bu qədərdir. Mən həddimi keçə bilmərəm. Mənim səlahiyyətim bura qədərdir. Yerdə qalanı atam, anam eləməlidir, müəllim eləməlidir, dövlət eləməlidir və s. bunlar eləməlidir. Və sosial nizamı qorumalıdır. Uşaqlarda bu tərbiyə olunmalıdır ki, sosial nizam var. Sən, məsəl üçün, sən tanıdığın və tanımadığın insanların yanında əxlaqsız sözlər, hərəkətlər edə bilmərsən, siqaret çəkə bilmərsən, səsinin tonunu yüksək qaldıra bilmərsən və s. Bu qəbul olunma ilə bərabər sosial nizam qorunmalıdır və sosial razılaşmalar, sosial güzəştlər, razılaşmalar əmələ gəlməlidir ki, cəmiyyətdə sosial razılaşmalar, ictimai münasibətlərdən doğan sosial razılaşmalar olmalıdır ki, məsəl üçün, qobud izah eləmək istəyirəm. Mənim torpaq ərazim bura qədərdir. Amma bu mənim deyil. Amma sahibi də yoxdur. Əgər bu torpağın sahibi yoxdursa, mən onu zəbt eləyib özümünkü eləyə bilmərəm. Bunun sahibi yoxdur. Amma onun mənim torpağım deyil, mənim torpağım bura qədərdir. Sosial razılaşmalar bu istiqamətdə əxlaq normaları, mənəvi dəyərlərə söykənməlidir ki, əgər kiminsə, məsələn, hansısa bir əşyası yerə düşübsə, sahibi yoxdursa, əgər əşyanın sahibi yoxdursa, o mənimdir olmalı deyil. Və yaxud, əgər heç kəs burada həqiqəti bilmirsə, mən doğruyam anlamına gəlməli deyil. Həqiqəti bilən yoxdur. Amma mən də doğru deyiləm. Bu, sosial razılaşmalar əmələ gəlməlidir. Və son olaraq etik prinsiplər formalaşmalıdır ki, etik prinsip, məsəl üçün, əgər məni öldürsələr də mən bunu eləmərəm və yaxud məni təhrik etsələr də mən əxlaq normalarına zid hərəkətlər etmərəm. Mənim prinsipim budur. Bax, bu prinsiplər, bu saydığım bu elementlər ailədən formalaşmalıdır. Cəmiyyətdə o təsdiqini tapmalıdır. Uşaq ailədə aldığı tərbiyəni cəmiyyətdə də görməlidir ki, doğrudur. Buna bu hərəkətə hamı tərbiyə kimi baxır. Amma bu hərəkət hamı tərəfindən qınanılır. Bu doğru etik norma hesab edilmir. Oğurlamaq, yalan danışmaq, ondan sonra xəyanət eləmək, nə bilim, bunlar fərasət anlamı deyilmiş. Bunlar hamısı etik prinsiplərin pozulması, ondan sonra səlahiyyət və sosial nizamın pozulması, sosial razılaşma pozulmasıdır. Bunlar mənəviyyatsızlıqdır. Bax, bütün bu saydıqlarımın kökündə bir nöqtə var, bir pozulan nöqtə var ki, və bütün bu saydığım elementlər pozulduğuna görə və bəlkə də heç kəs buna fikir vermir ki, bu pozulur, amma fərdiyyətçilik ortaya çıxır. Fərdi, mən belə istəyirəm, mənə nə, mən başqaları mənim vecimə də deyil, mən öz həyatımı yaşayıram, mənim fikrim belədir. Bax, bu üstünlük təşkil etdiyinə görə ailədə də buna dəstək olur ki, oğul, kim nə deyir özü bilər, sən özün bildiyin kimi elə. Məsəl üçün, birinci sən vur, sonra müəllim sənə deyir ki, əgər buranı təmizlə, sən bir bəhanə tap, aradan çıx, qaç. Bax, bu cür mənim övladıma işin olmasın. Başqasının övladı işləyir, mənim övladım işləyə bilməz. Məsəl üçün də, bax, bu hallar fərdiyyətçilik hissini artırır. Fərdiyyətçilik nə qədər ki artacaq, orada individual xarakter ortaya çıxır. Sosial normalar, mənəvi dəyərlər, əxlaq prinsipləri, bunlar uzun müddətli olmur. Qısa müddətli bugün üçün nəsə əxlaqdırsa, onu qəbul edir. Sabah artıq bu əxlaq norması deyil, uşaq artıq yeniyetmə və gənc dəyişəcək. Eləcə də fiziki hazırlıqda da elədir, fiziki sağlamlıqda da elədir. Çünki fərdi ünsiyyət, fərdi dəyərlər, fərdiyyətçilik ön plandadır. Və bu təəssüflər olsun ki, bizim gənclərimizin mənəvi əxlaqi dəyərinin uçurum nöqtəsidir. Həm uçurum nöqtəsidir, həm də son nöqtəsidir. Yəni, bu fərdiyyətçilik tərbiyələnməlidir və mənəvi dəyərlər, mənəvi əxlaq bütün prinsiplərdə, sosial normalardan, təhsildən, ilahi dəyərlərdən, dövlət quruculuğundan tutmuş dövlət dəyərlərinə, vətən hissinə qədər bunlar bu prinsiplər əsasında formalaşmalıdır ki, uşaqlarda mütləq qaydada itaət və cəza anlamı dominantlıq təşkil etsin ki, adi valideynin onu danlamağı da cəzadır və yaxud
digər sosial bir cəmiyyətdə digər bir insanların sənə ayıb olsun deməyi də böyük bir cəzadır və mənə ayıb olsun deməsinlər deyə mən fərdi keyfiyyətlərimə üstünlük verməli deyiləm ki, yaxşı eləyirəm, mən özüm bilərəm. Heç kəsin fikri mənim vecimə də deyil. Bu olmalı deyil. Cəza insanın qaydaya, əxlaq normalarına, abra, həyaya, tərbiyəyə əməl etməsi ilə aradan qaldırılmalıdır. Uşaq, yeniyetmə onlara əməl etməlidir ki, məni cəzalandırılmasın. Və bu itaət prinsipini əmələ gətirir və getdikcə insan özü özünə itaət edir, öz şəxsiyyətinə itaət edir və öz fiziki sağlamlığına itaət edir ki, bu normal cəmiyyət quruculuğu əmələ gəlir. Mənəvi, əxlaqi, davamlı, uzun illərə söykənən və bu etik prinsipləri əmələ gətirir ki, mənəvi dəyər budur, mənəvi əxlaq budur. Mənəvi əxlaq çoxlu kitab oxumaq, çoxlu xarici dil bilmək, xarici ölkələr gəzmək, qida protokol qaydalarını öyrənmək deyil. Mənəvi dəyər bunlardır.